Salamlar, sayğılar, dəyərli sevimli soydaşlar, vaxt xeyir olsun, inşallah ki, yaxşısınız. Növbəti bir verilişlə yenə qulluğunuzdayıq. İnşallah birazdan dəyərli ziyalımız Sayın Əjdər Tağizadə cənabları necə ki, öncədən də anonsunu yaymışdıq. Bərabər olacaq. Gündəm məsələ haqqında özəlliklə Güney Azərbaycanımızın batısında ya qərbində urma məsələlərinə görə küt məsələsi orada yarandı. Böyük bir aksiya oldu Güney Azərbaycan türkləri tərəfindən etiraz olaraq. Və son olaylar Orta Doğuda özəlliklə İran İslam Cumhuriyyətində nə olaylar baş verir? Sayın Əjdər müəllimlə bərabər olacağıq. Əjdər bəy, sizə çox xoş gördük. Öncədən təşəkkürümüzü bildiririk. Varsınız. Buyurun Əjdər müəllim. Son olaylar özəlliklə Güney Azərbaycanın batısında ümumiyyətlə olaylar baş verdi. Bu günlərdə siz bir maraqlı bəyaniyyə sizin təşkilat tərəfindən verildi ki, mən onu oxudum da. Bir çağırış idi həm Güney Azərbaycan aktivistlərinə, millətinə, bir də təşkilatlar, özəlliklə təşkilatlar ki, eşikdədirlər, onlara bir çağırışı var idi ki, hər hansı kütlər, terroristi qrupları, təşkilatları vardır, sizin onlarla daha işbirliğiniz buradan mənə olmasın və əgər idamə tapsa varsa, siz bir xiyanət təkin sayılacaqsınız. Bu bəyaniyyə Güney Azərbaycan Demokratik Türk Birliyinin təşkilat tərəfindən bugün yayıldı. Buyurun, Əjdər müəllim. Sayın Araz bəy, çox təşəkkür edirəm bu imkanı yaradıbsınız. Mən sizdən, sizin simanızda əziz gəncliyimizdən bir Azərbaycan türkü olaraq bu uzun illərin içində, indi düzdür, hərəkatımızda bu dönəmdə, bu 40 sənəyə oldu, az qalır. Bu gəncliyimiz hər tərəfdən özləri bu zindanları, işgəncələri, sürgünləri çəkərək çiyinlərində həm hərəkatımızın iştirakçısı oldular, həm sürgünə, işgəncəyə getdilər və hər yandan da səsimizi ucaltdılar. Mən öz növbəmdə də təşəkkür edirəm. Mən millətimizdən razıyam. Dünyanın ucqar yerlərində qarşılayıblar. Hərəkatımızda hamılığan bir yerdə iştirak eləmişik. Dostdan, düşmandan cəfalar da görmüşük. Amma bu günləri hamı bir-birindən soruşur ki, nə oldu? Birdən-birə Urumiyədə nə oldu? Mən birinci növbədə sizin simanızda əziz Türk millətinin və əziz Azərbaycanlıları geçmiş bayram, yaz bayram münasibəti ilə, Oğuz bayramı, Ergenekon bayram münasibəti ilə bu bayram bizim. Hamını qutlayıram, arzu edirəm ki, millətimizin arzuları sizin olsun. Millətimiz demək ki, o istəklərinə qoyuşsun. Azərbaycanın bölgün görəklə görəcəyik. Və demək ki, Sayın Araz bəy bu Pəhləvi, Murdar Pəhləvi sülaləsinə qarşı bir il o inqilabdan qabaq 29 bəhmən deyilən zaman Təbrizdə Azərbaycan Türkiyə ayağa qalxdı. Şah deydi ki, bunlar kimdirlər? Xaricdən gəlib. Bədnam Komünist Partiyası, Tudə Partiyası deydi ki, bunlar Savak idi. Savak deydi, onlar kim idi? Hamı bir-birinin boynuna atırdılar. Yox, o Türk milləti idi, Azərbaycan Türkü idi. O Türk 1945-ci ildə Məhəmməd Rıza bəzi Rusun, Amerikalısının əli ilə Azərbaycan Türkünü öz qanında bələmişdi. Amma millət yadından çıxarmamışdı. Ona görə o 29 bəhməndə o boyda Təbriz o başından bu başına şaqqıldadı və demək olar ki, Pəhləvi sülaləsinin o şünasnaməsini cırdı. Heç Pəhləvi sülaləsində bilmədi, aya bu Şurəvinin, Şurəvinin nə əlindən, nə vecindən və yaxud Amerikanın və yaxud kimənin CIA-nin, ya KGB-nin, ya yox. Azərbaycanda Türk milləti şuuraltı saxlamışdı. Bu Pəhləvi sülaləsi cinayətkardır. Bu Türk millətinin düşmanıdır. Bu Türk millətini genosid siyasətinə məruz qoyub. Azərbaycanda soyqırım yapıb. Hələ hayasızcasına bu gün də yenə də haya eləmirlər. Və bu demək ki, bu corsumi fəsad, bu Pəhləvidən qalanmış bu gedəcğaz, hələ durur, deyir ki, mən gəlirəm ora, nəsə qələt edirsən, sən gəlirsən, başını duvara vurursan, sən Təbrizə, Azərbaycana, sən gəlirsən, sənin dədənin yerinə məhkəməliysən. Sənin o demək ki, o qalı, o çaqqalmış, o qocalmış olar ki, gəlib Azərbaycanda at oynatdılar. Azərbaycanda Türk millətinin qanını töydülər. 21 Azərlər qurdular və Azərbaycanı məhv elədilər. Azərbaycanı dünyadan, gəlişmiş dünyadan təcrid elədilər. Dünyanın gözünün qabağında elə bil Azərbaycan yoxmuş. Hələ bugün deyilər gəlirik. Birisi də çıxır, Xalq Mücahidi adı ilə Ayətəl Kürsü götürə görə
götürə-götürə gedir ya Amerikalıların onun bunun yanına, məni yolla onda da İran adlanan yerə. Siz şahçıların, bu millətlər özəlliklə Azərbaycan türkü sizdən nə görüb ki? Bir də demək ki, hələ hayasızcasına qayıdırsınız bu məmləkətə girmək istəyirsiniz. Və demək ki, bu birisi də Ayətəl-Kürsi ilə, ondan sonra dua ilə, nəmnə ilə çıxır demək ki, ay biz demokrasi, ay sekularist, bəllidir nə qədər sekularistsiniz, nə qədər dünyəviçisiniz. Başınızdakı demək ki, o bədbaxt o qız qadınları, qızların başına nələr gətiribsiniz orada. Siz gəlirsiniz, deyirsiniz, biz demək ki, dünyəviçiyik, biz sekularıq, filanıq, xalq mücahidləri, teröristlər, cinayətkarlar. Sizin örnəyiniz bu rejim. Sizin örnəyiniz bu rejimdir. Ona görə də gəlir, Azərbaycana gəlirsiniz, gedirsiniz bəzi Azərbaycanlıların da demək ki, oradan buradan saqqızını uğurlamağa başlayırsınız. Ay biz də orada demək ki, federalizmdən danışırıq, qələt edirsiniz siz. Siz kimsiniz? Azərbaycana, Azərbaycan türkünə bunlar federalizm verəcəkmişlər. Konstitusiyada bir dədə Azərbaycandan olan soyu bəlli olmayanlar da çəkilir. Gəlin də bunlarla bir federal, bunlar gediblər xarici ölkələrdə yeyib, yatıb, şıllaqlayıblar. Üzdən rah, bəzisi də yolunu itirir. Azərbaycana da bir, demək ki, sürüb gəlirlər. İran adlanan yerdə biz ılımlı qanatlarıq, istəyirik hamısı, həmə bahəm eləyək, Xomeyni deyən söhbəti. Həmə bahəm, hamı birlikdə. Gəlin hamı birlikdə mənim Mərzanı qovalayaq, ondan sonra götürün basın mənim ağzıma, mən də sizi yiyeyim. Xomeyni elədi də. İndi də hayasızcasına ki, nə gəlin hamılığan birlikdə. Mən soruşuram, bu farslardan nə görübsünüz axı siz? Bu farslar sizə nə verib? Biz də sizinlə oradaydık da. Sizə kölə kimi baxıblar, aşağı dərəcəli bir insan kimi baxıblar. Hər yanda ələ salıblar. Məliyirsiniz, dilimiz yoxdur. Ondan sonra mədəniyyətimiz belə oldu, tariximizi pozdular. Dövləti uğurladılar. Dövlətsiz, yetim millət elədilər. Yine gedib sən ay bu farsa, bəs görmüş hələ bunun komünist növünə. Rusun törətdiyi həmin o cinayətkarların da quyruğuna düşürsən. Bəs görmüş ki, bu demək ki, bu Xomeyni rejimi zibil kimi tübürdücü xalq mücahidləri, xalqı mücahidi. Bunun dalına düşürsən. Nəvvab-ı Səfəvi, Əli Şəriyyəti, biri də mallacıqazlarların zatlarını demək, çeynəyib tübürdükləri, gör nə cürdür ki, bu cinayətkar bu Xameneyi, xırtdəyindən yuxarıya kimin qanın içindədir. Rəfsəncaniyə, Xumeyniyə bunlardan imtina edirdi. Gör nə cürdür. Onlar deyildi, bunlar cinayətkardır. Gör nə qədər bunlar bir-birindən demək ki, cinayətkardılar. İndi çıxırlar demək, bir də üzlər Azərbaycanlı, özünü Azərbaycanlı göstərmək üçün gedir düşürlər bunların danıcına. Və bunların hamısı bəs döyürmüş kimin şahçısının, xalq mücahidinin, ilimli qanat İran adlanan yerdən gedirlər, düşürlər ki, o da bu terörist bu kürtçüğazların dalacaq. Elə bil ki, bu bölgələrdə, bu yaxın doğuda və bu Qafqazlarda, burada bu kiçik bu qrupçıqazlar, erməni, fars, kürt ki, bunları gətirənlər də hansı dərələrdən, Hindistandan, haradan tutub gətiriblər burada, bunların boynuna təsmə salıblar və salarlar o birisi millətlərin əsasla azadlığın, demokrasının, cumhuriyyətçiliyin, gəlişmənin, demokrasinin dedim, sekularizmin canına salalar ki, sarıblar bu yüzyılda. Gedirlər, bunlarla oturup dururlar. Və bunların o, mən yavaş görəm, deyəm və sözümü dadılım. O paçavraların altında oturalar. Paçavradır. Mənim əgər mehmiscimi ki, öldürüblər, mənim demək ki, müəllimi, uşağı, məktəblini, bunlar o bədbaxt o kürtlərin özlərini rəhm eləməyiblər. Heç kəsi bu demək teröristlər nə Qəzzədə, nə demək ki, Türkiyədə, nə demək ki, o dağlarda, Qəndildə, heç yanda, nə də Suriyədə. Bunlar heç o kürtlərə rəhm eləməyiblər. Cavan uşaqları yığıb aparırlar, baxanda da o qızcığazlara, görürsən köylü uşaqlardılar bunlar, yığıb gətirirlər. Başlarından nə oynasalar, Keniyada o cinayətkarı tutanda, cinayətkarı, o calanı tutanda yanında da elə bu qızcığazlardan neçəsi fırlanırdı. İndi də manikən kimi, manikənlər bazara necə demək ki, çıxardırdılar o malları, çıxardıblar Azərbaycanda, Azərbaycanın batısında gətirib çıxardılar, çəkilin mal gətirmişik. Baxın siniyə, başa, biz cəmaatın açıq şeyməyinə qarşı deyirik. Biz çağdaşlığa qarşı deyirik. Bizim 100 ildən çoxdur bu, bizim sloganımız, şuarımızdır. Çağdaşlıq, modernlikdə. Biz Türklər gətirmişik bu bölgəyə bunu. Bu cumhuriyyətçiliyi, bu parlamentarizmi Türklər, bizlər gətirmişik.
Kim gətirib başqası? Hardadır onu baxa bir görək. Amma bunlar gətirirlər daydı və bunlar qadınlar haqlarının. Ha bu qadınların azadlığını, qadınların oy verməsini, oy kullanmasını kim gətirdi bu bölgəyə? Daydı demə bu bölgədə bütün qadınların haqlarını qoruyan kimdir? Bu silahlı, adam yiyən, birbirini yiyən bu kürtçıqazlar. Birisi Türkiyədə qondartmışdılar. Onun demək bədəlini gətirdilər. Ay pejak yaradırıq burada. PKK-sı bəs böyürmüş. Pejak yaradırlar Güney üçündə, Doğuya, Batıya, Azərbaycan üçündə. Və bu günləri də bunun zatları görsəndi. Türkiyə o yandan bunları sıxışdırır, silahı atın yerə. Bunların əbəl cinayətkar, adam yiyən, ocalan, day zindan dar gəlir bura. İndi yadına düşür ki, demokrasi üçün savaşacağım mən. Sən rəhmənə Türkiyə dövlətinə yalvar. Bu Ləndicevidə və o Kenyada Amerikalılar səni verəndə o imzanı atana get yalvar. Boğazına ip atıp çəkirlər. Amerikalılar özü olsaydı, Latin Amerikanın bütün ölkələri, Avropanın, İspanya, Fransada görürsən o adamı. Adamı görürsən Lenin. Vaxtında demək ki, mələdir deyə Amerikanın və bağışlar üzrə neft nazirlərini. İndi haradadır? O da Fransada heç bilmir. Neçə illərdən sonra heç bilmir zindandan hansı gücəsindədir bu. Xeyr, bu adam çıxır, İmralıdan çıxır, gətirirlər bir hava yer, dənizin o başından bu başına və nahara da salatlar zakast eləyir. Könlü nə istəyir, onu istəyir. Qəzetdən, advokatdan, filandan, qovma arabasından. Və sonra da çıxıb deyirlər ki, ay o Türk belə, Türkün ədaləti axır gəlir beləsinə ki, adam da bu günləri deyib, məni bıraxın, gəlin, məni demokrasiya, məgər Türkiyədə demokrasiya yoxdur mu? Məgər Türk dövləti bu günləri, bu demək ki, bu məmləkətdə demokrasi sərgiləmirmi? Bunu gətirəcəklər, cinayətkara gəlin ki, və bu adam deyir ki, 5 il bundan öncə çıxıb söyləyirdi ki, mənəm ki, demək, o təsbehin də ata-ata, mənəm ki, demək ki, Türkiyə dövlətinə demokrasi yol xaritəsi göndərirəm. Türkiyədə yönetimə nə olubdur? Nə olubdur? Nəyə görədir? Teröristdir, 5-4 il bundan qabaq meydan elədi. Vurdun başına bahanı. Hara qaçdılar, hansı deşiklərə? Niyə bırakırdın bunu demək ki, çıxırdı Şirnaqdan halay çəkəcək, gələ keçə, demək ki, aynılı araba orada Kubani. Qoydu da Daesh bunların canını alırdı da. Tumanlarını da qoydular, Senzanda qaçdılar. 2 dənə demək ki, vanet maşınları görsək qaçdılar. Amerika gəlməsəydi, Türkiyə gəlməsəydi, bir dənəsi də yer üzündə qalmayacaqdı. Getdilər hara? İndi şərə dönüblər. Fıratı da istəyirlər, ondan sonra demək ki, Deyir zoru da istəyirlər. Bəs böyürmüş kimi planların hamısını gətiriblər Azərbaycanın demək ki, batısına. Gətiriblər Azərbaycanın batısına. Amma bu millət o millət deyil. Bu millət o 1358-ci ildəki o millət deyil. Məhəmməd Rəbb başıb, basıb, əzib, məhv etmişdi. Və Xümeyni də gəlib boşqa vədələr verirdi. Meymun kimində Qasımlı da oradan oraya otururdu. Qumdan Tehrana, Tehrandan Quma. Meymun kimi Xümeyninin qabağında otururdular ki, və silahları bir yandan almışdılar, ələ keçirtmişdilər ki, yəni demək ki, icazə ver, qoy biz bu Kürtlər, Azərbaycanlıların və olan şəhərlərin axırına çıxar. Planları da bu idi. Şəhər tutalar, sonra da deyirlər ki, Xümeyni ilə də federalizm qururuq da. Ondan sonra da buranı da tutmuşuq, toprakları da Azərbaycandan tutmuş, bizim topraklardır, Kalk bunlar bizim idi. Pişəvərlə danışanda demişdiniz da bunlardasın. Nə? Hansı topraklar? Hala bu günlər bəzi adamlar deyir ki, ay Həsəni hardasan, nə Həsəni hardasan? Həsənin zamanı döyür, indi da. Bu Azərbaycan Türkü bugün bilir, bu Türk dövrüdür. Türk dövrüdür. Necə boğazlı teröristlərin boğazını Türkiyədə qıldı. Tutluyor demək ki, baş teröristi basıb ora nəfəsini kəsir. Mən o Türkiyədə nə oyunlar kesin, onu bir Türk olaraq, Azərbaycanlı olaraq qəşəng bilirəm. Hansı oyun gedir? Amma Türkiyədə yönetimdə olanlar, mənim cumhuriyyətimin başında duranlar, bunları Azərbaycanın güneyinə tərəf, batıya Azərbaycana tərəf dəvət ellətməyin. Bax, bizim başımız bunlardan çəkdi. Türk Osmanlı topraklarında bunlar cinayətlər yaradırdılar. Vaxtıyla bir boşluqdan istifadə elədilər. Ruslar və Farslar bunları dəhmərlədi. Hara? Qafqazlara tərəf. Və vaxtıyla bizim demək Türk padişahlar özləri sonra dedilər. Özləri sonra dedilər ki, o böyük səhvimiz buydu, gərək bu erməninin nəslini kəsirdik.
götürdülər, gətirdilər demək ki, İsfahanda elə Səfəvinin axırına çıxanların bir dəstəsinə bunlardılar. Əfğanları orada kim idi, fit elədi. Və sonrasında nə oldu? Azərbaycanda yuvalandılar. Gətirdilər, sonra abidə düzəltdilər. Azərbaycanın quzeyində və sonda biz bunlar bu 200 ildə əllərində nələr çəkdik və bu 30 ildə nələr çəkdi bunların əlindən. Azərbaycan dövləti yenidən bərpa olandan sonra ordusu bərpa oldu. Bu millət bunların axırdan çıxdı. Arınlamışdılar, quldurlaşmışdılar və əlləri də bir-birinin əlində idi. Həmin bu kürtçüğazlarla, bu satqın farslarla bu ermənilər üçü də bir yerdə, bir tərəfdən Amerikalı buna dəstək verir, o birisi tərəfdən Rus bunlara dəstək verirdi. Və 30 il idi ki, demək ki, ay hansinəm ATƏT, ATƏM, ondan sonra nə hansı qurumlar adı ilə Azərbaycanı süründürürlər. Süründürürlər Azərbaycanı, oturun gözləyin, hələ danışıqlar gedir. İndi belənci projəni istəyirlər Azərbaycanın güneyində, Batı Azərbaycanda. Hə, siz gedin orada halay çəkin, onunla manikenlərinizi orada fırladın, ondan sonra nə oldu Tehran rejimi? Və çadra, çarşab, o namus, qeyrət, və xaməni, şərəf, nə filan. Və bunlar hamısı saçı açıq, siləsi açıq, ondan manikerlər kimi verirlər, qabağa çəkilin, hərracdır, gəlin. O orta əsrlərin, nə deyirsən, qadın bazarları kimin olub? Hə? Nə oldu bu Azərbaycanda? Azərbaycanda olması ki, demək ki, demokrasini yaradırsınız, bizim xəbərimiz yoxmuş. Ötürübsünüz bunları. Yox, elə deyil. Öncədən bunları, bu qadıncığazları atırsınız qabağa ki, burada yerin salırız birdən-birə. Kürt, ayıldı gördü ki, bir məsələ varmış, adı da Navruz. Navruzmuş, Türk bayramını, Türkün mədəniyyətini, tarixini, kültürünü, farslar hələ oğurladıqları bəs döyürmüş kimin? İndi bir dəstədə erməni oğurladıqlar. Azərbaycan mahnısın, kültürün, musiqisin, tarixin, abidələrin, fars, kürt, əl-ələ veriblər oğurlasınlar. Və ya aparıb satsınlar Avropa, Amerika, Rusiya bazarlarında. Ya demək ki, özlərinə çıxsınlar. İndi də demək qalmışdı bir dənə yaz bayramı, Navruz deyə 10-15 ildir bunlar düşüblər xoda. Hə, gedəyin orada halay çəkəyin. Bu qadıncığazları soyayın, atayın qabağa, soyundurub atayın qabağa. Hamı da görsün, ki, bu Kürdə bax, millət imişlər, nə baxın görün bunlar nə oynayırlar, nə filan eləyirlər. Elə deyil. Cinayətkarsınız, cinayətkarsınız. Teröristsiniz orada. O qadınların arxasında gizlətdiyiniz o teröristlər, şalvarlarınız hər yandan bəllidir, vidis fasonuz. Aynəm damlara sıxmışıq, halay çəkirik, filan çəkirik. Bayram oğurlarısınız siz və cinayətkarsınız. Və sizi burada hazırlayırlar. Bu savaşdan öncə bir oyunlarınızdır. Ermənilər də bu işi çıxardıblar, eləyiblər. Əjdər bəy, bu kütlərin halayından sonra, kütlərin o Noruz bayramına çıxışlarından sonra Güney Azərbaycan Urmuş şəhərində o aşıya etiraz işi verildi. Sizdə yetərlidir. Yetərli oldu mu o mesajın verə bildi həm İran hakimiyyət rejiminə? Sayın Araz bəy, bu bizim Azərbaycan türlərinə fərq etməz. Azərbaycanın quzeyində, Cumhuriyyətdə də və Azərbaycan və bütün Türk dünyasına, Türkiyəyə də böyük bir dənə mesajdır bu. Urumiyədə gələn hadisə. Birinci növbədə dost, düşman. İndi düşman bəllidir, amma dostlar görməlidirlər ki, burada 40 milyon Türk var. Görməlidirlər ki, Türkün altın körpüsü buradır. Görməlidirlər ki, Türkün əsas ürəyi burada çırpınır. Türk millətçiliyin çağdaş, müasir, modern, sekular Türk millətçiliyinin ürəyi burada çırpınır, Azərbaycanda çırpınır. Və bu millət də göstərdi ki, Urumiyədə bu millət ki, hələ bu dönəm 40 ilə yaxındır ki, demokratik bir mücadilə yürüdür. İndi də bunu göstərdi ki, bu demokratik mücadilə gəlib gizləniblər. Bir yandan demək ki, nə deyirsiniz, bu banuları, xatunları xoda salıblar. Arxasında Klaşnikovlarla fırladıblar. Göylərə, tapançalar göydə işləyir. Bəllidir əməlləri bunlar. Azərbaycan, Türkiyə elə o günkü Urumiyədə hər şeyi qabaq günlərdən hazırlamışdılar. Rejim də bunların zadına gəlmiş, rejim də olmuşdu Əli Allahı, Əli deyərək malı mala qatırdı. Tozanaq salmışdı. Gəliblər demək ki, Əlini müdafiə. Əlini müdafiə eləyir, gedirin İbn Mülzəmin əlindən qurtarırdın da. İndi şiəlik yaduza düşübdür. Sünniyə qarşıdır və Hamasıran işin nədir? Hamasıran işin nədir? Və Qazzada nə ölürsən? Və ərəb dünyası ki, sünnidir də.
Ne olur bir anda Maviye filmi serialı düzələndə yad düşür ki, sünnilik nədir, şiəlik nədir?